Həndəsədən qarşıdırılan mövzu dördbucaqlılar və çevrələr arasındakı əlaqədir. Burada belə qayda var. Çevrənin xaricinə dördbucaqlı çəkilibsə, onun qarşı tərəflərinin cəmi bərabər olmalıdır. İkinci qayda isə belədir. Əgər çevrənin daxilinə dördbucaqlı çəkilibsə, bunun qarşı bucaqlarının cəmi 180-ə bərabərdir. Əgər sən imtahanda bu qaydanı qarışdırırsansa və yaxud da ki, qarışdıra bilərsənsə, onda bu videonu sona qədər izlə və bu tip sualların öhdəsindən necə gəlmək lazımdır, onu öyrənəcəksən. Suala baxırsan. Əgər çevrə və dördbucaqlı çəkilibsə, sualda tərəflər verilibsə, məsəl üçün tərəflərin uzunluğu verilibdir. Onda həmən yadında saxla ki, qarşılıqlı cəmləri bərabərdir. Yəni çünki bucaq söhbəti getmirsə sualda 6-nın üzərinə x gəlməyə bərabər olmalıdır, 12-nin üzərinə 8 gəlməyə. Qaydaya görə qarşılıqlı tərəflərin cəmi bərabər olmalıdır. 6-nın üzərinə x bərabərdir 12-nin üzərinə 8 gələndə 20 eləyir. X bərabərdir 20 çıxılsın 6, x bərabərdir 14 eləyər. Burada düzgün cavab 14-dür. Əgər sualda bucaq görürsənsə, onda əmin ol ki, bu sual daxili bucaqların cəmi 180 qaydasına uyğundur. Burada diqqət elə ki, CD bucağı 100 dərəcə verilibdir. Yəni daxili bucaq deyil, bu xarici bucaqdır 100 dərəcə. Onda daxili bucaq 80 dərəcə olar, çünki ona qonşu olan bucaq daxili bucaqdır. Əgər daxili bucaqlardan biri 80 dərəcədirsə, onda onun qarşısındakı tərəf 100 dərəcə olmalıdır. Çünki dedik ki, qaydada qarşılıqlı bucaqların cəmi 180 dərəcə olmalıdır. Burada da düzgün cavab D variantıdır.